Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda test 7'nin izahını vereceğim. İzaha keçmədən öncə hər birinizdən xahişim, əgər video sizlər üçün faydalı olursa, videonu bəyənməyi, rəylərdə öz fikirlərinizi bildirməyi unutmayın. Gəlin keçək testimizin izahına. Bir nömrəyə sualda deyir ki, funksiyanın təyin oblastını tapın. Funksiyanın təyin oblastı x-in ala biləcəyi qiymətlər mənasına gəlir. Kökaltı ifadəni sıfırdan böyük etməliyik. Yəni 4 çıxılsın, 2 vurulsun modul x böyük bərabər olmalıdır sıfırdan. Modul x funksiyasının, ümumiyyətlə modul x-in açmaq üçün biz bu x-in müsbət və yaxud da mənfi olduğu haqqında məlumata sahib olmalıyıq. Elə bir məlumatımız da yoxdur. X müsbət olarsa normal şəkildə, yox mənfi olarsa mənfi x şəkildə çıxmalıydı, düzdür? İndi bir dəfə x-in müsbət, bir dəfə də mənfi olma versiyalarına baxacağım. Əgər bizim x-imiz müsbət olarsa, onda moduldan olduğu kimi çıxar. Onlar 4 çıxılsın, x-i x-ə dəyəndə x-in kvadratı böyük bərabər 0. Bu tənliyi həll etsəm, 2 çıxılsın x, 2 üzərinə gələnsin x böyük bərabər 0-dan. Köklərim mənfi 2 ilə 2. Mənfi 2-ni də qeyd edirəm, 2-ni də qeyd edirəm. İndi daha sonra işarə təyin edirik bərabərsizliklərdə. X-in önü mənfidir, x-in önü müsbətdir. Mənfini müsbətə vursaq mənfi etdiyindən sağ tərəfə mənfi, sonra müsbət, sonra mənfi deyə yazılır. Bizə sıfırdan böyük aralıqlar lazımdır. Cavabımız mənfi 2 ilə 2 arasını götürəcək. Bu bərabərsizliyimizin həlli. Ancaq qaydırıq başa, biz bərabərsizliyi həll etmədən qabaq x-i müsbət götürüb həll etmişik. Ona görə də cavabımızı heç vaxt mənfi 2 tərəfini götürməyəcəm. Yəni cavabımız sıfırdan böyük olmalıdır. Çünki sıfırdan biz böyük götürüb həll etmişik. Yəni 0-2 aralığı götürəcəm. Bu mənim yekun cavabımdır. Aydın oldu. İndi bəlkə mənfidir x-imiz. İndi ikinci versiyaya baxacağım. X-imizin mənfi olma halına. Əgər x-imiz sıfırdan kiçik olarsa, o zaman 4 çıxılsın x vurulsun modul x sıfırdan böyük olmalıdır mı? Düzdür. X-imiz mənfi olsa, bu əksi olaraq çıxacaq. 4 üzərinə gəlinsin x kvadratı böyük bərabər 0. Bizdə məlumdur ki, x kvadratın yerinə nə yazsaq, onsuz da qiymətimiz müsbət olacaq. Cavabımız əslində x-i hər şey vermək olar. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa, baxın, olmalıdır. Ancaq biz x-i sıfırdan kiçik götürüb həll etdiyimizə görə yalnız sıfırdan kiçikləri götürəcəm. Müsbət sonsuzluğu yox. Cavabımız mənfi sonsuzluqdan sıfıra kimi olacaq. Bu cavab da özlüyündə düzdür. Bu cavab da özlüyündə düzdür. İndi hər ikisi düz olduğuna görə bunları birləşdirsək, cavabımız mənfi sonsuzluqdan, bax, bir sualımız mənfi sonsuzluqdan sıfıra kimidir. Bu şəkildə. Digər isə 0 ilə 2 arasıdır. Birləşmə hara düşəcək? Bunların hər birini birləşdirsək, cavabımız mənfi sonsuzluqdan elə 2-yə qədər olacaq. Düzgün cavab C-bəndir. Gəlin baxaq 2 nömrəli suala. Yenə təyin oblastını bizdən istəyir. Kökün altını müsbət götürməliyəm. Yəni hal-hazırda gördüyümüz birinci kökün, yəni bu kökün altını müsbət götürəcəyik. Bu ifadəni müsbət edib həll edək. Yazıram ki, kök altında, indi bax, kök altında 17 çıxılsın, 15x çıxılsın, 2x kvadratı bölünsün, x üstə gələ 3. Bu ifadə sıfırdan böyük olmalı, düzdür. Kök altı ifadə müsbət olduğu üçün gərək məxrəc də müsbət olsun. X üzərinə gəlinsin 3 sıfırdan böyük olmalıdır. X də böyük olmalıdır mənfi 3-dən. Bu mütləq şərtdir. İndi bunu həll etdik. Bir də bu kökün altı da sıfırdan böyük olmalıdır da. Bax, bu kökün altı da sıfırdan böyük olmalıdır. Yazıram ki, mənfi 2x kvadratı çıxılsın 15x, üzərinə gəlinsin 17 də sıfırdan böyük olmalıdır. Hər tərəfi mənfiyə vurub həll etsək, bu şəkildə kiçik bərabər 0 olacaq. Bunu vurğulara ayırsaq, 2x ilə x-in hasili 2x kvadrat edər. Deməli, mənfi 17 ilə də mənfi 1-in hasili mənfi 17 edər. Bu vurğulara ayırma üsulu elədir ki, məqsədimiz nədir? Bunları çarpaz vuranda bu etsin, bunları bir-birinə vuranda bu etsin. Bitmədi. Bunları vurub toplayanda ortadakı alınsın. Mənfi 2x üstünə 17x gələndə 15x ödəyir.
Demək vuruqlarım bu şəkildə oldu. Yəni 2x üzərinə gəlinsin 17, bir də x çıxılsın 1. Bərabərsizliyimizi həll etsək, hər bir vuruğu 0 eləsək, x-imiz bərabər olur -17 bölək 2. Ədəd oxunda bunu qeyd edirəm. -17 böl 2, bir də 1-i qeyd edirəm. İşarə təyin etməliyəm. X kvadratın önü müsbət olduğu üçün könül rahatlığı ilə müsbət, mənfi, müsbət yazıram. Bizə kiçik aralıqlar lazım olduğundan cavabımız -17 böl 2 ilə 1 arası olacaq. -17 böl 2 ilə 1 arası. Ancaq biz başda götürmüşük ki, x-imiz -3-dən böyük olmalıdır. Ona görə -17 böl 2 -8 tam ondan neçə edir? Bunu yox. Cavabımız -3-dən böyük olmalıdır. -3 ilə 1 aralığı olacaq. Yəni -3-ü də almır cəbən. 3 nömrəli sualda parabolamızın təpə nöqtəsinin koordinatlarını bizə verib. 1 ilə -2. Təpə nöqtəsinin koordinatları m və n-dir. M-in tapılma düsturu -b bölünsün 2a-dır. B-miz burada p-dir. Yəni -p bölək 2. Bu bizə m-i verir. Təpə nöqtəsinin koordinatı m-i yəni 1-dir. O zaman biz buradan tapsaq -p bərabər 2-yə p-nin də qiyməti -2 çıxar. Bəs p-ni tapandan sonra o birisini necə tapacaq? Aparıb yerinə yazsaq, bax bunu yerinə yazsaq, p-nin qiymətini olacaq x-in kvadratı çıx 2x üstə gələk 2. Bunu yazdım. İndi qayda buydu da n-i tapmaq üçün təpə nöqtəm m və n-də axı m-in qiymətini, bu m-in qiymətini aparıb funksiyada yerinə yazanda biz n-i tapmış oluruq onsuz da avtomatik olaraq. Yəni 1 aparıb yerinə yazsaq n-i tapmış oluruq. O zaman x-in yerinə 1 yazsaq f1 bərabərdir 1 üzərinə gəlinsin. Daha doğrusu bir dəqiqə. Aha, m-imiz 1-də bəli. 1 yazında 1 üstə gələk p. P-mizdə nə tapmışıq? Elə bura yazaq. 1 çıx 2 üzərinə gəlinsin 2. Mənə n-i verər. N-in də qiyməti -2. Bunlar gedər. 2 nəyə bərabər olar? -1-ə. 2-nü də -1 tapdım. Məndən istəyirdi p vur 2-nü tap. -2-ni -1-ə vuranda müsbət 2 abəndir. 4 nömrəli sualda bizə deyir ki, parabolası n 0 -4 nöqtəsindən keçir. Yəni x-in yerinə 0 qoysam cavabım -4 çıxacaq. X-in yerinə 0 qoysaq cavabım -4 çıxırsa, demək c-mizin qiyməti -4-dür. Bura yazıram c-mizin qiyməti -4. Onda bunu silib yerinə elə -4 yaza bilərəm. İndi təpə nöqtəsini verib, təpə nöqtəmin koordinatları -1-dən m, -1-dən -7-dir. Təpə nöqtəmin necə tapılırdı? M-in qiymətini aparıb yerinə yazsam n-i tapmış olaram. Gəl x-in qiymətini aparıb yerinə yazaq, y-imizi -7 tapaq. -1-in kvadratı 1, a-ya dəydi a. -1 yerinə yazanda çıx b, çıx 4. Cavab etməlidir -7. Buradan a çıxılsın b-nin qiyməti edəcək -3. A çıx b-ni -3 tapdım. Bir də bu təpə nöqtəsinin x-i var ya, bax bu təpə nöqtəsinin x-i. Bu bizim nəyimizdir? M-imiz, bu n-imiz da. M-in öz tapılma düsturu da var idi. Necə idi? -b böl 2a. Bizim m-imizi verib -1. B-miz nədir? B. A-mız nədir? A öz yerində. Bunlar ixtisar gedər. Buradan b bərabər olar 2a-ya. B-ni 2a tapdıq. Apar burada yerinə yaz. 2a. Oldu -a bərabər -3-ə, a da bərabər 3-ə. A-nı 3 tapdıq, yerinə yazdıq, B-ni tapdıq 6. C-miz də onsuz başından tapılmışdı, -4. Bizdən bu üçünün cəmini istəyir. Cəmi edəcək 5. Haber. 5 nömrəli sualda funksiyalardan verilmiş aşağıdakı funksiyalardan hansı bu nöqtələrdən keçir? Bu verilən nöqtələri yerinə yazacaqsan cavab hansı çıxırsa o. 1 qoyanda 4 alınan ifadə hansıdır? Yerinə 1 qoyanda 2 üstü 5, 1 çıxanda 4 həqiqətən edir. -1 qoyanda 2 çıx 3 çıx 1. Cavab 10 etmir. Yəni onda A bəndi deyil. Nağda 1 qoyanda 4 etmədiyinə görə bu da deyil. 1 qoyanda 4 edirsə, bəli bu edir. Hələ ki birincisi ödədi. -1 qoyaq. -1-in kvadratı 1, 2 ələkdir 2. Üstə gələk 3, üstə gələk 5. Həqiqətən 10 da ödəyir.
Gəl sonuncuya baxaq. 2 qoyanda 7 alınır. 2 qoydu kvadratı 4, 2-yə 8, 2 dəfə 3 6 üstə gələk 5. Bəli, bu da ödəyir. Düzgün cavabım C bənd. 6 nömrəli sualda deyir ki, belə bir funksiya verib. Deyir, bu funksiyanın qiymətlər çoxluğu. Funksiyanın qiymətlər çoxluğu y-in alacağı qiymətlərdir. Təyin oblastı x-in, qiymətlər oblastı y-in alacağı qiymətlərdir. Qiymətlər çoxluğundan söhbət gedir. Hansı y bərabər x kvadratı çıx 4x üzərinə gələnsin k. Yarısını götürsəm, olacaq 2 çıxılsın 2-nin mötərizə kvadratı. Hər zaman kvadratı çıx. Bir də üzərinə gələnsin k-mız var. Çöldə duran ifadənin qiyməti ən kiçik qiymətdir. O zaman bizim ən kiçik qiymətimiz nədir? K çıxılsın 4. Ən kiçik qiymətimiz budur. Ən böyük qiyməti isə bilmirik. Yaxşı. İndi aşağıdakı ifadənin təyin oblastı ilə üst-üstə düşür deyir. Bunun təyin oblastını tapası olsaq, y bərabərdir. Kökün altında 3x çıxılsın k. Təyin oblastı kökün altını sıfırdan böyük götürməklə həll olunur. 3x böyük bərabər k-ya, x də böyük bərabərdir k bölək 3-ə. X-imiz k bölü 3-dən müsbət sonsuzluğa olacaq. K bölü 3-dən müsbət sonsuzluğa. Qiymətlər oblastı isə buradan müsbət sonsuzluğa. Təyin oblastı ilə qiymətlər oblastı üst-üstə düşdüyündən bunlar bir-birinə bərabərləşdirirəm. K çıxaq 4 bərabər k bölünsün 3. Hər tərəfi 3-ə vuranda 3k çıxılsın 12 bərabər k-ya, 2k bərabər 12-yə, k-mız da edəcək 6. Düzgün cavabımız A bənd. Deməli, gəlin baxaq 7 nömrəli suala. Bizə deyir ki, mənfi x kvadratı üzərinə gəlsin 4x üzərinə gəlsin p funksiyasının qiymətlər çoxluğu ilə ikinci funksiyanın təyin oblastının kəsişməsi boş çoxluqdur. P-nin hansı qiymətində? Gəl birincinin qiymətlər çoxluğunu tapaq. Qiymətlər çoxluğunun tapılma yolu müxtəlifdir. İstəyirsə düsturla yazaq. N bərabərdir mənfi d bölək 4 dana tapmalıyıq. Bizə verilən ifadədə x kvadratının önü mənfi olduğu üçün bizim bu ifadədə qiymətlər çoxluğunda bizim ən böyük qiymətimiz var. Əgər qarşısı müsbət olsaydı ən kiçik qiymətimiz var. İndi tapacağımız bu n bizim ən böyük qiymətimizdir. Mənfini yazaq. Sonra diskriminant isə mənfi 1-ə saxlayaq. Diskriminant b kvadrat çıxaq 4ac. 16 çıxılsın 4 vurulsun. A-mız mənfi 1. C-miz də p-dir. Bu deyilər üstlərinə gəlsin 4p, düzdür? Mənfini də vurub atsaq, mənfi 16 çıxılsın 4p. Bölək 4a. A-mız nədir burada? Mənfi. Elə bu A-da mənfi elədiysin, elə hər tərəfi mənfiyə bölsəm, bunlar gedər, müsbət qalar. İndi kəsin surət və məxrəcini 4-ə bölək, hər tərəfi 4-ə bölsə edər 4, üzərinə gəlinsin p olacaq. İndi bu tapdığımız bizim bu qiymət. Bu qiymət bizim ən böyük qiymətimizdir. Yəni qiymətlər çoxluğumuz mənfi sonsuzluqdan 4 üzərinə gəlinsin p-yə qədərdir. Bu bizim qiymətlər çoxluğumuz. Təyin oblastını tapaq. Təyin oblastını tapanda kökün altını sıfırdan böyük etmək lazımdır. 3x üzərinə gəlinsin p böyük bərabər sıfırdan. 3x böyük bərabər mənfi p-dən. X də böyük bərabərdir mənfi p bölək 3-dən. Bu da bizim təyin oblastımız. İndi əsas gəldik məsələyə bizim deməli bu bizim tapdığımız əslində x-in qiymətləridir. X-imizin qiymətləri 4 üstə gələk p-dən kiçiklər olmalıdır. Yəni x-imiz 4 üstə gəlinsin p-dən kiçik olmalıdır. Bu da mənfi p bölüşdən böyük olmalıdır. Təyin oblastının və qiymətlər oblastı, demək bunların kəsişməsi boş çoxluq olması üçün x-imiz bax bu şəkildə olsa, x-imiz nədən böyükdür? Mənfi p bölüşdən. Mənfi p bölüşdən böyükdür. Nədən kiçikdir? 4 üstə gəl p-dən. Bu şəkildə olsa, x atıram 6-dan kiçik, 4-dən böyük olsa, kəsişməsi var da, yəni bu aralıqdır da, elə kəsişməsi. Amma bizdə istəmir olsun. Onda kəsişməsi istəmirəmsə, onda x-in belə bir şey olmalıdır. Bundan böyük olsun, məsələn atıram, bundan da kiçik olsun bu versiyada. O tam fikrimi çatdırım. X 4 üstə gəl p-dən kiçik, mənfi p bölü 3-dən böyük deyilmi? İndi hal-hazırda bizim böyük ədədimiz budur. Çünki x bundan kiçikdir. Bundan böyükdür. Ən böyük ədədimiz budur. Onda mən tərsini eləyirəm. Elə götürməliyəm ki, bu ifadəm bundan kiçik olmalıdır. Məsələn, bax, içim rahat deyil deyə uzadıram, üzürlü hesab edin. x 4 üstə gələk p-dən kiçikdir. 4 üstə gəlsin p burada olsun. Düzdürmü? Cavabım belə deyilmi? Bax, bu şəkildə. Mənfi p bölüşdən də böyükdür. Mənfi p bölüşdə tutaq ki, bura olsun. Bu da mənfi p böl 3 olan hissəmizdir. Bundan da böyüklər bu şəkildə. Bu şəkildə olsa kəsişmə yaranacaq.
Düzdürmü? Amma mənfi pi bölücüsü bəlkə buradadır. Elə burada olacaq, bax. Mənfi pi bölücüsü burada yazıram ki, hə, bundan daha böyüklər olsun. Bax, görsən kəsişmə olmadı. Hə, demək bu sol tərəfdə, bu sağ tərəfdə olmalıdır. Yəni, kim balacadır? Solda olan daha balacadır. 4 üstə gəlsin P kiçik olmalıdır. Mənfi P bölü 3-dən. Bax, bu bərabərsizliyi həll edəcəm. Hər tərəfi 3-ə vursam, 12 üzərinə gəlinsin 3P kiçikdir. 3-ə vurduğum üçün mənfi P. 4P kiçikdir mənfi 12-dən. P də kiçikdir mənfi 3-dən. Cavabım mənfi sonsuzluqdan mənfi 3-ə qədər olacaq, yəni ebəndir. Ümid edirəm qaranlıq qalan nəsə olmadı. Gəlin baxaq 8 nömrəli sual. Bizə 2 dənə funksiya verib, deyir bu funksiya k və x bərabərdir. K düz xətti ilə kəsişir. Həmən bax bu funksiya ilə digəri x bərabərdir. K düz xətti ilə kəsişir. Kəsişmə nöqtələri arasındakı məsafəni bizdən soruşur. Mən əvvəlki videolarıma da nəzər salsaz orada görərsiniz ki, bəzi qrafikləri uydurub şəkildə çəkirəm. Əhəmiyyətli deyil. Xahiş edirəm orasını çox şey eləməyin də, məsələn, belə deyil qrafik. Tamam, burada örnək olaraq nə istədiyini anlamam üçün bir qrafik çəkəcəm. Məsələn, bir koordinat oxu çəkək. Mən belə yazıram misallarımın adətən hər birində. İndi bu 2 dənə funksiya x bərabər k düz xətti ilə kəsişir. X bərabər k düz xətti nə düz xəttidir? Məsələn, x bərabər 3 düz xətti, x bərabər 4 düz xətti. Bunlar hamısı bunlar nəzərdə tutulur da. Bax bu. Məsələn, x bərabərdir k düz xətti. 2 də ola bilər, 3 də ola bilər, əhəmiyyətli bir şey deyil. İndi yuxarıdakı verilən bu parabola uyduruq şəkildə çəkirəm. Tutaq ki, parabola belədir. Və aşağıdakı bir parabola, bir dənə də parabola çəkək bunun. Tutaq ki, bu da belədir. Hətta abartdım. Yəni dəxlisiz şəkildə qolları da aşağı deyil ha. Çünki qollar yuxarıdır. Özüm qəsdən belə çəkdim. İndi bu şəkildə çəkdim. Deyir, bu parabola ilə, bu funksiya x bərabərdir k düz xətti ilə kəsişir. Həqiqətən iki funksiyam da k düz xətti ilə kəsişdi. İndi məndən istədiyi budur. Kəsişmə nöqtələri arasındakı məsafə. Nəyi tapacağımı anladım. İndi kəsişmə nöqtələri arasındakı məsafəni tapmaq üçün sən nə edərsən? Sənə bura lazım olsa, bax, bir də bu. İndi bunun arasındakı bu məsafəni tapmaq üçün nə edərsən? Ümumi bu məsafəni bilsən, bu yekə məsafəni. Üstədə buradan balacadan çıxsan, yer qalar bu. Yəni birinci funksiyamın, yuxarıdakı funksiyamın, bax, bu funksiyamın k nöqtəsində aldığı cavabdır da bu. Düzdürmü? Bu uzunluğu necə tapacağım müəllim? Bax, x-ə hansı qiymətdən söhbət getmir k-dan. K verəndə aldığın cavab bu deyil. Bəli, bu uzunluqdur. Digəri də belə deyildi. Bunun da k-da aldığı cavab bu deyil. Bəli, bu da budur. O zaman ikisinin də aldığı, birincinin aldığı bu cavabdan, ikincinin aldığı bax bu cavabı, birincinin aldığı cavabdan, ikincinin aldığı bu cavabı çıxsam vəssalam. Onda x-in yerinə k qoyacağam. Sadəcə bu. X-in yerinə k qoysam, birincinin aldığı cavab k kvadrat üzərinə gəlsin 8k çıx 7. İkincinin də yerinə k qoysaq, x-in yerinə k qoyuram. Elə bil belə olsun da k. Bunu açaq. K kvadrat üzərinə gəlinsin 8k üzərinə gəlinsin 16 çıx 25, o da çıx 9 edər. Düzdür? Bəli. İndi yuxarıda aldığımız cavab, yuxarıda alınan funksiyanın cavabından aşağıda alınan funksiyanın cavabını çıxacaq. Çünki əslində x-in yerinə qoyduğum k mənim cavabımı verməli idi. İndi bunlar bir-birindən çıxsam, bunlar gedər. 8k'lar gedər. Qalar nə? -7 çıxılsın -9. Bu da edəcək 2. Düzgün cavab B bəndi. Ola bilər sualı biraz uzatmış ola bilər. Həm yenə deyirəm, üzrlü hesab eləyin. Bu videoya baxan kəs anlamaq üçün yəqin ki bu videoya gəlib. Nə bilirəm, onu da öyrətmək məqsədimdir. Şəkil çəkməsən də ola bilərdi. Bunun aldığı cavabdan bunun aldığı cavabı çıxıb düşüncəsi ilə də yazmaq olardı. Sadəcə göstərmək istədim. Gəlin baxaq 9 nömrəli suala. 9 nömrəli sualda bizə deyir ki, parabolanın təpə nöqtəsi ikinci rübdə yerləşər. Parabolanın təpə nöqtəsinin ikinci rübdə yerləşməsi, yəni qolların aşağı və yaxud da qolların yuxarı olmağının əhəmiyyəti yoxdur. M-in mənfi olmağı təpə nöqtələrimdən n-in müsbət olmağı anlamına gəlir. Demək bizim m-imiz mənfi olacaq, təpə nöqtələrimiz, n-imiz isə müsbət olmalıdır. Gəl m-i tapaq. M-in düsturu mənfi b bölək 2a düsturudur. B-miz buradan 7 bölək 2a, a-mız da p-dir. Bu sıfırdan kiçik olmalıdır. 7 müsbət 2 müsbət demək p mənfi olmalıdır. P sıfırdan kiçik olmalıdır.
İlk öncə tapdığımız bu oldu. Daha sonra eni tapmalıyıq. Enimiz isə düsturumuz nə idi? Mənfi d bölək 4a şəklində. Mənfi diskriminantımız b kvadrat, yəni 49 çıxaq 4a-sı 4, a-mız p, c-miz 4p bölək 4a, a-mız yenə p. Oldu mənfi 4p surətdə 49 çıxaq 16p kvadratı. Bu nə olmalıdır? Bu müsbət olmalıdır. Bərabərliyin sağ və solunu bərabərsizliyi mənfiyə vursaq, olacaq 49 çıxılsın 16p kvadratı bölək 4p kiçikdir sıfırdan. İndi bu bərabərsizliyi bir yerdə həll edək. Bax. Bir dəqiqə, səliqəli olsun. Vurğulara ayırsaq 7 çıxılsın 4p, 7 üzərinə gəlinsin 4p bölək 4p kiçikdir sıfırdan. Bərabərsizliyi həll etmək üçün kəsrin surət və məxrəcinin də hər bir vurğu sıfıra bərabər edib köklər tapmalıyıq. Birinci ifadəmi sıfıra çevirən dəyərlər p bərabərdir 7 bölünsün 4 olacaq. Digərində p bərabər mənfi 7 bölək 4 olacaq. Məxrəzdəki ifadəni sıfıra çevirən qiymətə isə 0 olacaq. Ədəd oxumda tapdığım kökləri qeyd edim. Mənfi 7 bölək 4, daha sonra 0, daha sonra 7 bölək 4. Bunu yazdıq mı? İndi işarə təyin eləməliyik. P-mizin qarşısı mənfi olduğu üçün, digərləri müsbət olduğu üçün mənfini nəyə vursaq bölsək mənfi etdiyindən mənfidən başlayırıq. Mənfi, müsbət, mənfi, müsbət. Bizə deməli sıfırdan kiçik aralıqlar lazım olduğuna görə biz mənfi olan hissələr götürəcəyik, yəni bu hissələr. Cavabımız mənfi 7 böl 4 ilə 0 arasında, birləşdirirəm 7 böl 4-dən müsbət sonsuzluq. Ancaq yuxarıda biz həll etdiyimizdə p-nin sıfırdan kiçik olduğunu nəzər salmışıq ki, o olmalıdır. O zaman p-miz sıfırdan kiçiksə bunu götürənmərəm. Cavabımız mənfi 7 böl 4-dən 0 aralığında, yəni A bənd. 10 nömrəli sualda bizə deyir ki, funksiyanın qrafiki apsis oxundan yuxarıda yerləşər. Funksiyanın qrafikinin apsis oxundan yuxarıda yerləşməsi üçün istər bu şəkildə olsun, istər bu şəkildə olsun. Hər iki halda qollarımız yuxarı olduğundan A-mız müsbət olmalıdır. Təpə nöqtələrimizə nəzər salsaq, təpə nöqtələrimizdə enimiz hər iki halda müsbət olmalıdır. M-imiz dəyişən ola bilər, yəni M-imiz müsbət də ola bilər, mənfi də ola bilər, amma dəyişməyən N-dir. N müsbət olmalıdır. Gəl indi misalımıza bunu tətbiq edək. A-mız müsbət olduğu üçün AX kvadratından bu hissə müsbət olmalıdır. K çıxılsın 3 sıfırdan böyük, K da 3-dən böyük olmalıdır. Birinci şərtimiz bu. İkinci şərtimiz N müsbət olmalıdır. N-in düsturundan yazacağım mənfi d bölək 4-a. Bu da sıfırdan böyük olmalıdır. Diskriminantımız mənfi b kvadratı, 1-in kvadratı 1, çıxaq 4a-sı 4, A-mız K çıxılsın 3, bölək 4-a, 4 vurulsun, K çıxılsın 3. Böyük olmalıdır sıfırdan. Hər tərəfi mənfiyə vursaq işarəni bu şəkildə dəyişə bilərəm. Surətə deməli açsaq 1 çıxılsın 4K üzərinə gəlinsin 12. Bölək 4 K çıxılsın 3. Bu neçə edər? Elə 13 çıxaq 4K düzdürmü? 13 çıxaq 4K bəli. Kiçik olmalı sıfırdan. Bərabərsizliyi həll etmək üçün surət və məxrəci sıfıra çevrilən qiymətləri tapmalıyıq. K-mız buradan 3-dür. K-mız yuxarıda isə 13 bölək 4-dür. Hər iki kökü tapdım. Ədəd oxunu da qeyd edirəm. 13-ü 4-ə böləndə 3 tam neçəsə düşdüyü üçün 3 buradadır. 13 böl 4 də buradadır. İşarə təyin eləməliyəm. K-nın önü mənfi, K-nın önü müsbətdir. Mənfini müsbətə böləndə mənfi etdiyindən sağdan mənfi, sonra əksi olaraq davam etdirirəm. Mənə kiçik aralıqlar lazım idi. Bu hissələri götürəcəm. Mənfi sonsuzluqdan 3-ə, 13 böl 4-dən də müsbət sonsuzluğa. Amma bizdə yuxarıda nə götürmüşdük şərtdə? K 3-dən böyük olmalıdır. K 3-dən böyük olmalıdırsa, onda bu cavabı götürənmərəm. 3-dən kiçikləri. Cavabım 13 böl 4-dən müsbət sonsuzluğa. 10 nömrəli sualın düzgün cavabı D bənd. 11 nömrəli sualda bizə deyir, funksiyamız cüt funksiyadır. Cüt funksiya olanda tək olanları yox etmək lazımdır. Tək dərəcəli qüvvətlərin əmsallarını. Burada məsələn x kubu var. Bunu yox etmək üçün A-ya gərək 2 dəyərini yazaq. Bu getdi.
Burada cütlük var, işim yoxdur. Burada təklik daha var. Burada B-nin qiyməti 3'tür, bu da 7. Sabit funksiya cüt sayıldığı üçün bundan işim yoxdur. Artı funksiyamız cüt olduğundan digərlərini silə bilərəm. Qaldı əlimizdə A üzərinə gəlinsin 1x kvadratı, üzərinə gəlinsin B çıxılsın 1. İndi B-nin yerinə 3 yazsaq, 3-dən 1 çıxsaq 2, A-nın yerinə 2 yazsaq, 1 də əlavə etdiyimiz üçün 3 olacaq. Tapdıq. İndi bizdən nəyə soruşur? F1'i tapmağı. X-in yerinə 1 yazsaq, 3 üzərinə gəlinsin 2-dən. Düzgün cavabımız 5, yəni D bəndi olacaq. 12 nömrəli sualda bizə deyir, funksiya bütün ədəd oxunda təyin olunub. Bunu qayda dəftərinə yazmaq da olar. Amma izaha keçək, çünki bu qayda dəftərinə yazsam belə yaz. Diskriminant 0-dan kiçik olmalıdır. Amma səbəbinə gəlincə, bütün ədəd oxunda təyin olunub demək, yəni təyin oblastı x-ə verəcəyimiz qiymətdir. Bu da deyir ki, x-ə bütün ədədləri verə bilərəm. X-ə o zaman bütün ədədləri verə bilərsən, kökün altının mənfi olmasın. Yəni hər zaman müsbət olsun. Kökün altı birdən mənfidir. O zaman kökün altı hər zaman müsbət olması üçün şərt var ki, ax kvadratı üzərinə gəlinsin bx üzərinə gəlinsin c funksiyasında cavabımın hər zaman müsbət olmağını istəyirsənsə, a müsbət olmalıdır. Diskriminant da 0-dan kiçik olmalıdır. A müsbət olsun ki, parabolanın monqolları yuxarı olsun. Cavabımın mənfiyə düşməməsi üçün diskriminantım da 0-dan kiçik olsun ki, köküm olmasın. Diskriminant 0-dan kiçik olanda həqiqi köküm olmadığı üçün x oxunu qrafikim kəsməməlidir. X oxunu kəsəndə kök var. X oxunu kəsmədiyi üçün hər zaman cavabım müsbət olur. Qollarda yuxarı olmalıdır. Bu iki şərt ödənməlidir. Cavabımın hər zaman mənfi olmağını istəyirəmsə, a kiçik 0 olmalıdır. Diskriminant yenə də 0-dan kiçik olmalıdır. İndi bizə bu hissəsi lazım olmalı deyə bunu həll edəcəm. A-mız müsbət olduğundan diskriminantı 0-dan kiçik eləsək kifayətdir. Yəni b kvadratı a çıxılsın 1-in kvadratı çıxaq 4a-sı 4, a-mız 1, c-miz də a-1. Kiçik olmalıdır. Nədən? 0-dan. Bu bərabərsizliyi həll etsək, ortaq mütərizə xaricinə a çıx 1-i çıxarsaq, burada qaldı a çıx 1-dən bir dənə, bu da çıxaq 4, kiçikdir 0-dan. Oldu a çıx 1, a çıx 5. Hər bir vurğu 0-a bərabər etsək, köklərim 1 ilə 5 olar. Ədəd oxunda qeyd eləsək, 1-i də 5-i də. Bir dəqiqə. Aha, 1 ilə 5-i qeyd elədim. İşarət təyin edəcəm. A-nın əmsalı müsbət, mənfi, müsbət. Niyə? Müsbət olduğu üçün müsbətdən başladım. Bizə kiçik aralıqlar lazım idi, 1 ilə 5 aralığı. Burada səhvimiz nədir? Burada səhvimiz 0-dan kiçik götürmədim. Bərabər. Niyə 0-dan kiçik götürməliydik? Bərabər. Çünki 0-a bərabər olsa diskriminant köküm var. Kökün altı 0 ola bilər də. Qorxulu bir şey deyil. Kökün altı yetər ki 0-dan böyük olmasın. Yəni diskriminantım 0-dan böyük olmasın. Müəllim, bunda necə olacaq? Bax, əgər diskriminant 0-dan böyük olsa, köküm var. Düzdür, 0-a bərabər olanda da köküm var. Diskriminant 0-dan böyük olanda bu şəkildə ola bilər. Amma diskriminant 0-a bərabər olanda gəlir x oxuna toxunur. Bax, bu şəkildə olur. Aşağı düşmür yəni. Kökün altı mənfi olmasın. Mən ondan qorxuram. Kökün altı mənfi olmasın demək, yəni cavabım heç bir zaman mənfi almasın deməkdir. Amma diskriminant 0-a bərabər olanda gəlir x oxunun üstündə toxunur deyə bunların hər bir diskriminantın 0 olduğu hallardır. Bu da ola bilər. Kökün altı 0 olduğundan bu bərabərlikləri qoymağı unutdum. Cavab 1 ilə 5 debəndi. 13 nömrəli sualda bizə deyir ki, jx tək funksiyadır. Belə uzun bir ifadə veribdir. J1-i bizdən istəyir. Tək funksiyada ilk öncə bax gözümə çarpan budur. Tək funksiyada j mənfi x-də taparkən mənfi önə keçir. Təklərdə mənfi x deyəndə bax mənfini qabağa keçirə bilərsən. Amma cüt funksiyalarda bu mənfi udulur. Tək olduğu üçün silib qabağa yazdım mənfini. O zaman mənfi jx ilə bu tərəfə göndərsək bunu silib 2 dənə jx olarmı? Olar. Qoy belə qalsın. Tək funksiyada cüt dərəcəli hədlərin əmsalları 0 olmalıdır dəyişənlərin önü. Bu 0 olmalıdır. Çünki x üstü 4 cüt funksiyadır. Yazıram ki a kvadratı çıxılsın 4a çıxılsın 5 0 olmalıdır. Köklərim buradan deməli 5 ilə mənfi 1'dir. Tapdım. Daha sonra
Cüt funksiya olduğu üçün təklərlə işim yoxdur. Bu sabit ədəd var burada. Bu sabit də 0 olmalıdır. Yəni a kvadratı çıxılsın 1 də 0 olmalıdır. A-nı buradan 1 ilə -1 tapıram. İndi elə qiymət A-nın dəyərini götür ki, hər ikisini ödəsin. Bax, hər ikisində -1 var. A-mızın qiyməti -1 tapdıq. Tapdıqdan sonra daha sonra bunları silə bilərəm. Çünki tək funksiyada cütlər olmamalı idi. Oldu 2 dənə j2 bərabərdir. A üzərinə gəlinsin 1x kubu. Üzərinə gəlinsin a çıxılsın 5 vur x. A-nın qiyməti -1'dir. Yerinə yazanda bir dəqiqə. Aha, qismət. A-nın yerinə -1 yazanda bu da yoxa getdi. Bu görüm hesablama səhv eləməmişəm. A-nın yerinə -1 yazanda oldu 2 dənə j2 bərabərdir -6x. Məndən j1'in qiymətini istəyirdi. X-in yerinə 1 qoysam 2 dənə j1 bərabər -6'ya. J1'in də qiyməti -3'ə bərabər olar. Düzgün cavabımız E bəndi. 14 nömrəli sualda bizə təyin oblastını sorulur. Təyin oblastı x-in alacağı qiymətlərdir. Kəsirim surəti ilə heç bir problemim yoxdur. X-ə hər şey verə bilirəm, amma məxrəc 0 olmaz. Bir də kökün altı 0-dan böyük olmalıdır. 0 da ola bilərdi, amma məxrəcdə olduğu üçün 0-dan böyük olmalıdır. X üzərinə gəlinsin 3 böyük olmalıdır. X üzərinə gəlinsin 1-dən. Bu bərabərsizliyi həll etmək üçün bərabərsizliyin sağı və solunu kvadrata yüksəldirəm. X-in kvadratı üzərinə gəlinsin 6x üzərinə gəlinsin 9 böyükdür. X-in kvadratı üzərinə gəlinsin 2x üzərinə gəlinsin 1-dən. Buradan x kvadratları gedər. 6x ilə 2x çıxsaq 4x qalar. Böyükdür -8-dən, x də böyükdür -2-dən. Yəni B bəndi -2-dən müsbət sonsuzluğa doğru cavabımız olacaq. 15 nömrəli sual qəşəng suallardan biridir. Parabolanın təpə nöqtəsi ilə bir ifadə verib. Bu parabolanın təpə nöqtəsi 3x çıxılsın 1 düz xəttinin üzərində yerləşərsə FC-ni bizdən sorulur. Ya bu nə deməkdir? Yenə deyirəm, uyduruq şəkildə bir dənə qrafik çəkirəm. Bu 3x çıxılsın 1 düz xəttini çəkəcəm. Bir də bu parabolanı çəkəcəm. Bu parabolanın təpə nöqtəsi, bax bu parabolanın təpə nöqtəsi bu 3x çıx 1 düz xətt üzərindəymiş. Bu düz xətt 3x çıx 1 düz xəttidir, tamam mı? Ya onda belə bir nəticə çıxır ki, parabolanın təpə nöqtəsi m-in deyilmi? M. Yəni m verəndə, x-ə m qiymətini verəndə parabolanın təpə nöqtəsinin aldığı digər cavaba biz n deyirik. İndi bu parabola olmasaydı belə, funksiyamda da 3x çıxılsın 1-də də x-ə m verəndə yenə n çıxır da. Elə bir nöqtədir ki, bu kəsişmə nöqtəsi. Bu nöqtədə hər ikisinin cavabı eynidir. Yəni bu düz xətt olmasa da m qoyanda n alınır və yaxud da bu düz xətt olsa da m-də n alınır. Onda gəl belə eləyək. Bunun təpə nöqtəsini tapaq ilk öncə. Verilən funksiyamın təpə nöqtəsindən m-i tapsam, m-in qiyməti -b/2a-dan 4'ü elə bil 2'ye böləcəm. 2 etdi də, düzdürmü? Bu təpə nöqtəm 2'dir. Tapdım 2'ni. İndi təpə nöqtəm 2'dir. Ben müəllim n-i necə tapım? İndi 2 qoyanda onsuz da aldığım bu cavabla, bu parabolanın aldığı cavabla, bu düz xəttin aldığı cavab eynidir. Sən 2'ni bura qoyub cavabı tapa bilməzsən, ancaq 2'ni bura qoyub tapa bilərəm. O zaman x-in yerinə 2 qoysam, y bərabər edəcək 5'ə. Əslində bu bizim n-imizdir. Tamam. O zaman n-imiz 5'dir. M-imiz də 2'dir. Parabolamın təpə nöqtələrini tapdım. İndi m-in yerinə 2 qoyanda ki, bunu silim, bu şəkil daha bizə lazım deyil. M-in yerinə 2 qoyanda, x-in yerinə 2 qoyanda burada da cavabı nə almalıymışam? 5 almalıyam. O zaman oldu 2'nin kvadratı 4, 2 qoyuram. 8 üzərinə gəlsin c, cavab 5 etməlidir. C də buradan edər 9. Düzdürmü? Bax, -4 bəli 9 eləyər. C-ni də 9 tapdıq, şükür Allaha. İndi bizdən f-c-ni istəyir. Yəni f9 istəyir. X-in yerinə 9 qoyub həll edək. 9'un kvadratı 81 çıxaq. 9 dəfə 4'üm 36. Üzərinə gəlinsin 9. 81 ilə 9 edər 90. 36 da çıxanlar. Nə qədər qalar? 54 edər. Düzgün cavabım E bəndi olacaq 15 nömrəli sualdır. Əgər videonun bu hissəsinə qədər gəlmisənsə, rəy bildirməyi, videonu bəyənməyi unutmayın. Çox xahiş edirəm video önə çıxması üçün. İnşallah bütün Hakim nəşrində olan bölmələrin hər birinin izahını çəkməyə qarşıma məqsəd qoymuşam.
İnşallah da köməkliyim az da olsa dəymiş olar. 16 nömrəli sualda bizə deyir ki, belə bir funksiya verib. Deyir bu funksiyanın təyin oblastı budur. Qiymətlər oblastı isə aşağıda mənfi sonsuzluqdan 6-ya, 6-dan müsbət sonsuzluğa olarsa, mn hasilini bizdən istəyir. M vurulsun n. Təyin oblastı kəsirli suallarda təyin oblastı məxrəcin ala bilməyəcəyi cavablardır və yaxud da ala biləcəyi cavablar desək daha doğru olar. Yəni o da biz nə deyirik? Şaquli asimptot. Düzdürmü? X o dəyəri almır heç bir zaman. İndi məxrəc nə ala bilməz? Bu bizim təyin oblastımızdır. Məxrəcin təyin oblastından görsən mənfi sonsuzluqdan mənfi 3-ə, mənfi 3-dən müsbət sonsuzluğa hər şeyi alır, mənfi 3-ü almır. Demək mənfi 3 məxrəci 0 edir, ona görə almır. O zaman mənfi 3-ü yerinə qoysaq cavab 0 etməlidir. M vurulsun mənfi 3, üzərinə 1 əlavə etsək 0. Yəni mənfi 3M üzərinə gəlinsin 1, 0. Uşaq kimi yazacağım 3M 1, M ilə bərabər 1 bölü 3. Düzdürmü? Səhv eləmək istəmirəm. Bu şəkildə yazdıq. Və mənim qiymətlər oldasını necə tapacağam? Qiymətlər oldası E'nin alacağı qiymətlərdir. Bizim cavabımız 6-nı ala bilmirmiş. Buna da deyirlər üfüqi asimptot. Üfüqi asimptot yəni heç bir zaman o cavaba yaxınlaşır, hər zaman o cavabı almır. Üfüqi asimptotu necə tapırdıq? Kəsirli suallarda üfüqi asimptot tapmaq üçün bunları bir-birinə, x-lərin əmsallarını bir-birinə bölmək kifayətdir. Əvvəlki videolarda demişəm, o asimptot sualları olanlarda onlara toxunmuşduq. O zaman N-i M-ə bölmək mənə asimptotun dəyərini verir. Ala bilməyəcəyim cavab 6 olduğundan cavab 6 etməlidir. M-in qiyməti 3/1-dir. 3/1 yerinə yazsam, M bərabərdir 6 vurulsun 3/1. Bu da edəcək 2. N-imizin də qiyməti 2 oldu. Məndən M-nin hasilini istəyirdi. 2 vurulsun 3/1 bərabər M-nə. Yəni M-nin cavabı 3/2-dir. C bəndi. 17 nömrəli sual rahat suallardan biridir. Bizə deyir ki, funksiyanın tərsində 4-ü tap. Yəni tərsini tap, 4-ü yerinə yaz. Funksiyanın tərsini taparkən x ilə y yerin dəyişirdi. Təyin oblastı ilə qiymətlər oblastı oldu belə. F tərsimiz x üzərinə gəlinsin 7 bura gəldi. X çıxılsın 3 bölü x üstə gəldi. 2 də bura gəldi. İndi F4 istəyir bizdən. O zaman buranın 4 olmağını üçün x hansı qiyməti verəcəm? X-ə gərək mənfi 3 qiymətini verim ki, üstünə 7 əlavə olanda 4 olsun. F tərsi 4 bərabər. X-in yerinə mənfi 3 yazsaq mənfi 6. Mənfi 3-ün üstünə 2 gələndə mənfi 1. Cavabım 6 B bəndi. 18 nömrəli sualda bizdən f2-nin qiymətini istəyir. Fx cüt funksiyadır. Düzdürmü? Fx cüt funksiyadır. Əvvəlki suallarda dedim ki, cüt funksiyalarda mənfi silinir. Bunu sildim. Nə qədər də köməyimə çatarsa. İndi cüt funksiyalarda təki yox etmək. Burada tək aidiyesini yox. Suala biraz baxdım. Dedim qəribə bir şey. Elə x-in yerinə 2 qoyacağım. Yəni başqa bir şey yoxdur burada. X-in yerinə 2 qoysaq, 2-nin harada x görsən 2 qoy. Oldu 3 dənə f2. Çıxılsın 2-nin kvadratı 4 dənə f2. 2-nin kvadratı 16. 2-nin kvadratı 4. 3-ə dəydi 12. Üstə gələk 5. 3 dənə f2-dən 4 dənə f2 çıxanda mənfi f2. Bu edər 4. Üstünə də 5 gələndə 9. Heç nə. F2-nin də cavabı mənfi 9. Bəsit oldu bu. Deməli. 19 nömrəli sualda bizə deyir ki, deməli, funksiyamız koordinat başlanğıcı nəzərən simmetrikdir. Funksiyanın tək olduğunu bu şəkildə bizə göstərir. Funksiya tək funksiyasa koordinat başlanğıcı nəzərən simmetrik olmalıdır. İndi f mənfi 2 istəyir. Heç nə, x-in yerinə mənfi 2 yazaq hələ. 3f mənfi 2 çıxılsın 2 f. X-in yerinə mənfi 2 yazsaq, mənfi mənfiyə də müsbət 2 bərabərdir. Mənfi 2-nin kubu mənfi 8, 3-ə dəydi mənfi 24. Mənfi 2 yazsaq 10 edər. Bu da mənfi 14 edəcək. T funksiyalarda mənfi önə keçər. Bu mənfi silinib bura yazılır. 3 dənə f2-dən 2 dənə f2 mənfi olduğu üçün 5 dənə f2 bərabər mənfi 14-ə. Düzdürmü? Bəli. Buradan f2 də nəyə bərabərdir? Hər tərəf mənfiyə böləndə 14 böl 5 olacaq. Düzdürmü? Bəli. Düzgün cavab bizdən f mənfi 2 istəyir. F mənfi 2 istəyirsə, biz bu mənfini şey eləyək, udduq ki, mənfi ataq qabağa, içinə. Mənfi 2 istəyir, f2 istəmir. F mənfi 2 də
Mənfi 14 bölü 5 olacaq, yəni A bəndi. Burada az qalsın cavab səhv olurdu. 20 nömrəli sualda bizə f j-i istəyir. Bunu mən hər zaman belə deyirəm, yazın. Birinci f yaz, sonra nə gəlir? J, bitdisə içərdən çölə yığa-yığa gedəcəm. Bax, j-i tapacağım, daha sonra f j-i tapacağım. J-in qiyməti x kvadrat çıx 4-dür. Silib yerinə bunun x kvadratı çıx 4 yazıram. İndi bərabər edək, 2 çıxılsın 3 bölü 2x-ə. Bu bizə nə deməkdir? X gördüyün yerə bunu yaz. Məsələn, 5 desəm x yerinə 5 yazmayacaqsan. İndi eyni qayda ilə x gördüyün yerə x kvadrat çıx 4 yaz. Oldu f x kvadrat çıx 4 bərabərdir. 2x kvadrat çıx 4 çıx 3. Aşağıda da 2 vurulsun, x kvadratı çıx 4. Bu edəcək, belə də qalsın, yuxarıdakını sadələşdirək. X kvadratı çıxılsın 7, aşağıda da 2 vurulsun, x kvadratı çıxılsın 4. Və salam. İndi bizə deyir təyin oblasını tap. Təyin oblası nə deməkdir? X-in alacağı qiymətlər. Kökün məxrəc 0 etməyəcəyinə görə olmaz da bu məxrəc. Onda yazıram x kvadrat çıxsın 4, 0 olmaz. 2x 2 ola bilməz. 2x mənfi 2 ola bilməz. Hər şey alar. Mənfi sonsuzluqdan mənfi 2-yə qədər hər şey alar. Mənfi 2 ilə 2 arasında da hər şey alar. 2-dən müsbət sonsuzluqda da hər şeyi alar. Amma bu qiymətləri almaz. Düzgün cavabımız C bəndi olacaq. Və beləliklə də test 7-nin izahının sonuna gəldik. Ümid edirəm az da olsa köməkliyim dəydi. Əgər video faydalı olursa rəylərdə öz fikirlərinizi bildirməyi unutmayın. Dəstək olmaq üçün videonu paylaşa da bilərsiniz, bəyənə də bilərsiniz. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.